Əziz abituriyentlər, sizin üçün qan damar sistemini bugün sadə bir dildə izah verəcəm. Biz bilirik ki, ürək bizim üçün ən vacib orqanlardan biridir. Orqanizmin çalışan mühərriki hesab olunur, yəni dayanmadan çalışan mühərriki hesab olunur. Və gəlin ürəyin quruluşuna diqqət eləyək. Baxaq görək ürəyə neçə damar birləşibdir. Burada fikir verirsinizsə, bir böyük damar bu, ürəyə birləşən. Bir damar isə bu ağciyərlərə gedən 2 damar. Burada isə yuxarı boş vena ilə gələn və burada isə orqanlardan gələn, yəni yuxarıdan gələn yuxarı boş venadır, aşağıdan gələn aşağı boş venadır və ağciyərlərdən gələn və nəticədə gördük ki, 4 damar ağciyərlərdən gəlir və 2 damar daxili orqanlardan gəlir, aşağı və yuxarı boş venalar. Və eyni zamanda bir damar aorta və bir damar isə ağciyərlərə gedir və irəlidə 2 yerə şaxələnəcək. Onda toplamda bunları cəmlədikdə görürük ki, cəmi neçə damar birləşir ürəyə? 8 damar birləşir. Və bu damarları gəlin biraz da incələyək. Bu damarlardan gəlin baxaq görək, neçəsi karbon qazlı qan gətirir, neçəsi venoz qan gətirir. Yəni daha doğrusu neçəsi venoz qan, yəni karbon qazlı qan, neçəsi arterial, yəni oksigenli qan gətirir. Qırmızı ilə işarələnmiş damarlar, qırmızı rəngdə olan damarlar, rəngi dəyişək, yaxşı görün. Qırmızı rəngdə işarələnmiş bu damarda oksigenli qan, ümumiyyətlə qırmızı rəngdə olanlar oksigenli qan gətirir. Mavi rəngdə olanlar isə karbon qazlı qan gətirir. Onda burada saydıqda biz görürük ki, 4 dənə ağciyərlərdən gələn damarda oksigen olur və eyni zamanda bir dənə də aortada oksigen olur. Amma bizdə ağciyərlərə gedən damar, bu damar, o daxili orqanlardan gələn bu damar, yəni burada 3 damarda isə karbon qazı olur. Deməli, toplamda 5 damarda oksigenli qan oldu. 3 damarda isə karbon qazlı qan oldu. İndi gəlin baxaq görək, bu oksigenli qan olan damarın hansı gələn və neçəsi çıxandır. Burada fikir versəz, 4 dənəsi gələn. Niyə? 2 dənə sağ ağciyər venaları, 2 dənə sol ağciyər venaları. Bir dənə isə aortadır ki, aorta çıxan damardır, ürəkdən çıxan. Amma karbon qazlı qan daşıyan damarlardan biri çıxan damardır. Baxsaq, görərik ağciyərlərə gedən, ikisi isə gələndir. Gələnlər hansılardır? Yuxarı boş vena və aşağı boş vena. İndi gəlin görək, fikir versəz ürəyin quruluşunda bu damarların birləşməsi idi. Gəlin ürəyin quruluşunu biraz da incələyək. Ürəyin quruluşuna fikir versəz, bu damarların birləşməsi idi. Burada nələrin fikir veririk? Baxın, bura sağ qulaqcıqdır. Və bura isə sağ mədəcikdir. Və burada isə sol qulaqcıq
və eyni zamanda sol mədəcik yerləşir. Və siz burada fikir versəz, bunlar arasında qapaqlar var. Eyni zamanda mədəcik ilə damar arasında da qapaqlar var. Bəs bu qapaqlar hansılardır? Gəlin ona da yenə baxaq. Gəlin buna da incələyək, daha çox fərqinə varaq. Siz fikir versəz görərsiniz ki, qan hərəkət eləyəndə baxın qulaqçığa. Yəni qan birinci tökülərkən qulaqçığa tökülür. Ancaq damara vurularkən mədəcik ilə vurulur. Baxın, gəlir oxla qulaqçığa, amma damara vurularkən mədəcikdən çıxır. Yəni qan qulaqçığa tökülür, oradan isə mədəciyə keçir. Ürəyin qapaqları 3 taylı, 2 taylı qapaqlar olur. Onlara da gəlin baxağın. Deməli, burada şəkildə fikir versəz, baxın, qulaqçıq ilə mədəcik arasında qapaqlar var. Qulaqçıq ilə mədəcik arasında qapaqlar var. Bu qapaqlar nədən ibarətdir? Deməli, bunlar taylı qapaqlar adlanır. Uşaqlar, taylı qapaqlar qanın mədəcikdən qulaqçığa geriyə axmasının qarşısını alır. Qulaqçıqların yığılmasını gəldi qan ki, qulaqçığa doldu və qulaqçıq yığılır ki, bunu mədəciyə vursun. Bu ürəyin birinci fazası adlanır ki, bu çəkir 0,1. Baxın, yazdım. 0,1. Burada 0,1 yazıram. Və sonra mədəciyə ki, qanı ötürdü. Qulaqçığın, buna deyirlər qulaqçığın sistolası. Sistola. Sonra mədəciyə ötürdü bu qanı. Artıq qapaqlar bağlandı. Taylı qapaqlar. Və yadınızda saxlayın, sağ qulaqçıq ilə sağ mədəcik arasında 2 taylı, sol qulaqçıq ilə sol mədəcik arasında 3 taylı qapaqlar yerləşir. Bu da ona görədir ki, sol tərəfdə daha çox qanın təzyiqi çox olduğuna görə burada 3 taylı qapaqlardır ki, həmin təzyiqə belə desək də, yəni dözə bilsin. Və mədəciklərdə isə ötürəndən sonra qulaqçıq ki, qanı mədəciyə ötürdü, bu hissəyə ki, ötürdü, mədəcik bunu vuracaq damara. Baxın, yəni vuracaq damara. Və mədəcik, təbii ki, sağ mədəcik hara vuracaq? Ağciyərlərə. Və təbii ki, qanı vurarkən mədəciklərin yığılması baş verəcəkdir. Mədəciklərin yığılması isə uşaqlar 0,3 saniyə çəkir. Baxın, 0,3 saniyə. Qulaqçığın yığılması 0,1, mədəciyin yığılması 0,3 saniyə çəkir. Və bu zaman burada gördüyünüz kimi damar ilə mədəcik arasında da bir qapaq görürük. Buna isə aypara qapaqlar deyilir. Hansı ki, mədəcik ilə dediyimiz kimi damar arasında yerləşir. Aypara qapaqlar və mədəcik qanı damara vurduqda aypara qapaqlar açılır. Mədəcik tamamilə boşaldıqdan sonra, yəni qanı tamamilə damara vurduqdan sonra aypara qapaqlar bağlanır. Və bu da ona görədir ki, qanın geriyə axının qarşısı alınsın. Və burada deməli mədəcikdən qan bir istiqamətdə damara doğru itələnir. Onda biz sağ qulaqçığın yığılmasını 0,1 saniyə götürdüksə, bu olur birinci faza. Bu olur ikinci faza. Ürəyin ümumi diastolası var ki, o da 3-cü fazadır. Yəni ürəyin tamamilə boşalmasıdır. Bu isə çəkir 0,4 saniyə vaxt çəkir. Bunların hamısını cəmləsək, biz ümumi ürəyin siklini almış olarıq ki, bu da 0,8 saniyə edir. 0,8 saniyə. Bunları bu şəkildə də yaza bilərik. 8-də 1, bunu da 8-də 3 şəklində yaza bilərik. İndi fikir verin, əgər qulaqçığın yığılması 0,1 saniyə çəkirsə, yəni sistola
sistolası 0,1 saniyədirsə, onda diastolasına da 0,7 saniyə deyəcəyik. Onda bu 8də 1-dirsə, bunu da 8də 7 şəklində yaza bilərik. Bu oldu qulaqcığın sistolası və diastolası. Sonra gəldik mədəciyə. Əgər mədəciyin sistolası 0,3 saniyə çəkirsə, diastolası 0,5 saniyə çəkir. Bunu da 8də 3 və 8də 5 şəklində yaza bilərsiniz. Və burada nəzərə alın ki, bunlar bizə məsələ həllərində lazım olacaq. Və dediyim kimi, sol mədəciyin divarı sağ mədəcikdən daha qalındır. Bu da sol mədəcikdə qan təzyiqinin daha çox olması ilə əlaqəlidir. Və beləliklə, insanda ürək iki hissədən ibarətdir. Sağ hissə və sol hissədən ibarətdir. İki hissədən ibarətdir. Amma şöbədə isə 4 şöbədən ibarətdir. Sağ qulaqcıq, sağ mədəcik, sol qulaqcıq, sol mədəcik. Bunu da unutmuruq. Və ən böyük damar isə aorta hesab olunur ki, aortanın da divarı çox qalındır. Çünki aortadan bütün orqanlara qan vurulacaq ki, bu da kiçik qan dövranında vurulan qandan, belə desək, daha çox olduğuna görə aortada qan təzyiqi daha çox olur. Yəni onun divarı daha qalındır. Ağciyərlərə gedən arteriyalardan daha qalındır. Daha böyük damar hesab olunur. Hətta el arasında bəzən ürəyin şax damarı deyə bir ifadə də işlədilir. Bunu da unutmayaq. İndi gəlin yenə ürəyin quruluşuna bu şəkildə nəzərdən keçirək. Baxın ürəyin quruluşuna. Ürəyin quruluşunu bir daha da böyütmüşəm. Görək. Baxın, görün aorta qanın necə vurur. Aorta bu qanı daxili orqanlara vurur. Bunu da izah eləyəcəm. Bu isə ağciyərə gedən damardır. Biz buna ağciyər kötüyü deyirik ki, bu irəlidə 2 şaxə verəcəkdir. Bunu da öyrənəcəyik ki, bu irəlidə 2 şaxə. Niyə? Çünki 2 dənə ağciyərlərimiz var. Sol ağciyər, sağ ağciyər. Və ona görə də bu ağciyər kötüyü, yəni çıxdıqdan sonra 2 şaxəyə ayrılır. Sağ ağciyər arteriyası, sol ağciyər arteriyasına ayrılır. Və bu isə ağciyər venalarıdır ki, onlar ürəyə oksigenli qan gətirirlər. Baxın, gətirib onu tökürlər hara? Qulaqcığa. Qulaqcıqdan hara keçir? Mədəciyə. Mədəcikdən keçir, aortaya fikir verdiniz və aorta vasitəsilə bütün orqanlara yayılır. Gəlin indi buradan isə kiçik qan dövranı, bu olur kiçik qan dövranından gəlib böyük qan dövranına keçmə, onu ayrıca bir şəkildə izah edəcəm. Burada isə yuxarı boş venadır. Yuxarı boş vena ilə gəldi yenə qulaqcığa tökül. Baxın, buradan mədəciyə keçdi və buradan isə ağciyər kötüyünə vuruldu qan ki, o da ağciyərə gedəcək. Nə ilə zənginləşməkdən ötəri? Karbon qazı ilə zənginləşməkdən ötəri. Kiçik qan dövranını mənimsəmək daha rahatdır. Loro dildə desək, kiçik qan dövranında qanın bir marşrutu var. Bir istiqaməti var. O da ağciyərlərdir. Yəni gedəcəyi məntəqə ağciyərlərdir. Nədən ötəri gedir? Çünki burada məqsəd qanın oksigenlə zənginləşib ürəyə qayıtmasıdır. Ona görə də bu bir marşrut üzrə ağciyərə gedir və orada oksigenlə zənginləşdikdən sonra ağciyər venalarına toplanaraq ürəyə qayıdır gördüyümüzə görə və qayıdarkən 4 damar vasitəsilə qayıdır. Və buradan insanın orqanizmində içərisindəki qan növü ilə damarın adı uyğun gəlməyən damarlardır məhz bu. Ağciyər kötüyü arteriya adlansa da içərisində venoz qan, ağciyər venaları vena adlansa da içərisində arterial qan olur. Bunu da unutmayaq. Bu da bizə müəyyən həllərdə lazım olacaq. İndi gördüyümüz kimi burada artıq qan damarının, qan dövranının orqanizmə necə yayıldığını biz görəcəyik. Gəlin bunları bir-bir
deməli izah edək. İndi siz nəyə fikir verirsiniz? Baxın, qırmızı ilə çıxan qan oksigenli qan hesab olunur və bura aorta hesab olunur. Və fikir verin, aortadan iki şaxə ayrılır. Biri yuxarıya gedir, biri isə aşağıya gəlir. Bu nədən ötəridir? Yuxarıya gedən, aortadan ayrılıb yuxarıya gedən damar bütün yuxarıdakı orqanların hamısını oksigenlə təchiz edir. Bunları bir-bir incələyəcəm sizin üçün. Bura aiddir beyin, bura aiddir bazo, bura aiddir said, bura aiddir əlimiz. Bütün burada olan toxumaların hüceyrələri məhz aortanın yuxarıya ayrılan arteriyaları vasitəsilə oksigenlə təchiz olunur. Və bir damar isə, bir böyük arteriya isə aşağıya doğru hərəkət edir. Burada artıq o çoxlu şaxələrə ayrılır ki, buradan da baxırsınız qaraciyər arteriyası, həzm sistemi və böyrəklər. Burada bir şeyə diqqət eləyin. Heç vaxtı böyrəklərə getməmişdən qabaq qan həzm sisteminə daxil ola bilməz. Mütləq böyrəklərdən keçdikdən sonra şəkildə də incələsəz görərsiniz ki, böyrəklərə gedən damarla həzm sisteminə gedən damarın arasında heç bir əlaqə yoxdur. Yəni qan gedəcəksə böyrəklərə, burada tamamilə təmizləndikdə dedikdə siz bilirsiniz, qan təkcə karbon qazlı olanda çirkli hesab olunmur. Qanın tərkibində əgər sidik cövhəri, müəyyən suyun artıq miqdarı, mineral duzların artıq miqdarı hamısı böyrəklərdə təmizlənir və böyrəklərdə təmizləndikdən sonra görürsüz, çıxıb aşağı boş vena vasitəsilə ürəyə tökülüb, ondan sonra ağciyərlərə gedib, oksigenlə zənginləşdikdən sonra geriyə qayıdan hissədən alacaq həzm sistemi qanı. Ona görə də belə bir sual var idi. Böyrəklərə gedən damar mədəyə gələnə qədər ürəyin neçə hissəsindən və neçə şöbəsindən keçər? Böyrəklərdən çıxıb sağ hissəyə gələcək, buradan ağciyərlərə gedib oksigenlə zənginləşdikdən sonra gəlib töküləcək hissə sol hissədir və deməli ürəyin iki şöbəsində oldu, həm sağ, həm sol və eyni zamanda da daha doğrusu iki hissəsində 4 şöbəsində oldu. Yəni sağ hissədə oldusa, sağ qulaqcıqda, sağ mədəcikdə, sol hissədə oldusa, sol qulaqcıqda, sol mədəcikdə oldu. Buradan görürsünüz ki, bax gövdə hissə yazılıbdır ki, bu sanki belə desək də, buradan bütün damarların bir-biri ilə əlaqəli olmasıdır. Baxın, qaraciyər arteriyası gəldi qaraciyəra, baxın, gətirdi qanı qaraciyəra. Qaraciyər zənginləşdikdən sonra buradan qanı ötürür. Və sonra həzm sisteminə gəldi qan və həzm sistemindən qaraciyəra getdi. Niyə həzm sistemindən qaraciyəra gedir? Biz həzm sistemini keçəndə öyrənirik. Həzm sistemindən bağırsaq venasının ilk girdiyi yer haradır? Qaraciyər. Hətta o damara qaraciyərin qapı venası deyilir. O nədən ötəri qaraciyəra gedir? Çünki orada qlikozanın miqdarı çox olur. Qlikozanın artığı qaraciyərdə glikogenə çevrilir və bəzi azotların parçalanması da qaraciyərdə olur və qan tamamilə tərkibindəki glikozanın artığını burada glikogenə çevirdikdən sonra normal şəkildə glikozanın miqdarı ayarlandıqdan sonra qaraciyər venası ilə çıxaraq yenə aşağı boş venaya gəlir. Və eyni zamanda böyrəklər də, böyrək damarları da çıxanda yenə hara gedir? Aşağı boş venaya. Eyni zamanda çanaqlar, ayaqlar, yadınızda saxlayın. Bütün aşağı, yəni diafraqmadan
Hətta diafraqmanın da orada müəyyən hüceyrələri böyük qan dövranında, çünki diafraqma özü də əzələvi bir orqandır, qarın boşluğu ilə döş boşluğunu ayıran əzələvi orqandır. Onun da öz hüceyrələri var, onun da oksigen təchizatına ehtiyacı var. Yəni belə desək, aşağı hissələrin hamısının oksigenlə təchiz etdikdən sonra gəlib damarların töküləcəyi yer haradır? Aşağı boş vena. Yadınızda saxlayırsınız. Və aşağı boş vena onu gətirir hara? Ürəyin sağ qulaqçığına. Və eyni zamanda da yuxarı ətrafları, yəni yuxarı ətraflar deyəndə təkcə ətraflardan getmir söhbət. Yuxarı orqanları da oksigenlə təchiz etdikdən sonra qan hara gəlib tökülür? Yuxarı boş venaya. Və eyni zamanda da yuxarı boş vena onu gətirib tökür ürəyin sağ qulaqçığına. Beləliklə, böyük qan dövranı tamamlanmış olur. Böyük qan dövranı haradan başladı? Böyük qan dövranı başladı sol mədəcikdən. Baxın, sol mədəcik qanı hara vurdu? Aorta vasitəsilə aortaya vurdu. Aorta isə yuxarı və aşağı arteriyalara, böyük arteriyalara ayrılaraq qanı bütün orqanizmə yaydı. Sol mədəciklə başlasa da, qurtardığı yer hara oldu? Sağ qulaqçıq. Yəni sağ qulaqçıq deyəndə bu hissə nəzərdə tutulur. Sağ qulaqçıq ilə. Bununla da böyük qan dövranı. Deməli, burada yenə bir şey nəzərinizdə qaçırmayın ki, qan dövranı başlayarkən mədəciklə başlayır, qurtararkən qulaqçıq ilə qurtarır. Və sol mədəciklə başlayıbsa, sağ qulaqçıq ilə qurtarır. Əgər kiçik qan dövranı isə sağ mədəciklə başlayıb sol qulaqçıq ilə qurtarır. Yenə deyirəm, qan dövranının başladığı mədəcikdir. Qurtardığı qulaqçıqdır. Çünki damara qanı vuran mədəciklərdir. Mədəciyə qanı vuran qulaqçıqdır. Və böyük qan dövranında qan daha çox orqanizmə yayılır. Baxın, bəzi suallar olacaq zoologiya bölməsində. Bazo arteriyasından sancan hər hansı bir parazitin insanın ürəyin neçə şöbəsində, neçə hissəsində olması soruşulacaqsa, bunu yadınızdan çıxartmayın ki, əgər bazo arteriyasıdırsa, bu parazit sancıbsa, yəni malyariya paraziti olsun. Bu parazitin yaşadığı orqan haradır? Qaraciyardır. O, əgər insanı bazo arteriyasından sancırsa, təbii ki, yuxarıdakı damardan. Bu yuxarıdakı damarın tökülüb gəlib töküləcəyi haradır? Yuxarı boş vena. Yuxarı boş vena onu hara gətirəcək? Ürəyə. O, qaraciyara gəlməsi üçün ürəyə gəlib, buradan ağciyərə gedib, sonra ürəyə qayıdıb və oradan sonra qaraciyara gələ bilər. Çünki bir şey yadınızda saxlayın ki, bazo arteriyasından söhbət gedirsə, bilin ki, böyük qan dövranıdır. Böyük qan dövranının gəlib töküləcəyi yer haradır? Ürəyin sağ hissəsi. Və bu qaraciyara gəlməkdən ötəri öncə ağciyərə gedib oksigenlə zənginləşib, sonra böyük qan dövranında qayıdıb qaraciyara gələ bilər. Bunu unutmuruq. Yadınızda saxlayın, ağciyərdən söhbət getmirsə, əgər hər hansı bir orqandan gedirsə, daxili orqanlardan, böyrəklər, qaraciyar, çanaq, yəni bud, baldır, burada söhbət gedirsə, bilin ki, söhbət böyük qan dövranından gedir. Bir də deyirəm, kiçik qan dövranında ürəyin bir marşrutu var, o da ağciyərlərdir. Məqsəd kiçik qan dövranında qanın damarlarda oksigenlə ağciyərlərdə difuziya nəticəsində oksigenlə zənginləşməsidir. Yəni burada baxın, yenə bu şəklə o həmin şəkildir, onun bir başqa formasıdır. Eyni qaydada, yəni qan burada hərəkət eləyir damarlarda. Və burada da görürsünüz. Buradakı şəklə baxdıqda isə nəyi müşahidə edirik? Buradakı şəklə baxdıqda isə bizim yenidən qulaqçıqdan gələn qanın mədəciyə vurulmasını görürük. Yəni qulaqçıqdan gəldi, qulaqçıq yığıldı, yığılarkən mədəciyə vurdu,
buna qulaqcığın yığılması sistolası deyildi. Mədəciyə vurduqdan sonra boşaldı ki, buna qulaqcığın diastolası deyilir. Və diastola mədəciyin artıq sonra mədəcik yığılır ki, buna mədəciyin sistolası deyilir. Yığılarkən hara vurur? Baxın, aypara qapaq açılır və damara vurur qanı. Və buna da mədəciyin yığılması deyilir. Elə ki, damara tamamilə vurdu, aypara qapaq bağlandı, o zaman mədəcik boşaldı ki, buna da mədəciyin diastolası deyirik. Ümumilikdə ürəyin 3 faza, ürək siklinin 3 fazası var. Birinci faza, ikinci faza, üçüncü faza. Bayaq dedik, birinci faza oldu qulaqcığın sistolası 0,1 saniyə, ikinci faza oldu mədəciyin sistolası 0,3 saniyə, üçüncü faza ürəyin diastolası oldu 0,4 saniyə. Bunu 8-də 1, bunu 8-də 3, bunu isə 8-də 4 ilə götürə bilərsiniz. Bəzi məsələ həllərində sizə lazım olacaq. Baxın, buradakı quruluşda isə baxın, 3 taylı qapaqlar. Hansı ki, sol mədəci ilə sol qulaqcıq arasında yerləşir. Baxın, 3 dənə tayı var. Amma 2 taylı qapaq sağ qulaqcıq ilə sağ mədəci arasında yerləşir. 2 tayı var. Dediyim kimi, 3 taylı qapaq ona görə sol qulaqcıq ilə sol mədəci arasında yerləşir ki, orada daha böyük qan təzyiqi olur və bu da ondan ötəridir. Bu isə aypara qapaqlardır. Aypara qapaqlar həm də venalarda da olur. Niyə? Çünki venalarda da qan bir istiqamətdə axır. Venalarda və eyni zamanda da ürəyin içərisində olur, amma arteriya damarlarında qapaqlar olmur. Və bununla da qan dövranı tamamlanmış oldu və burada bir məsələ də var. Məsələ nədən ibarətdir? Ürəyin siklı nəyə bərabərdir? Zaman bölək nəbz vurğularının sayı. Əgər siz nəbz vurğularının sayını tapmaq istəyirsinizsə, zamanı ürək siklinə bölməlisiniz. Bu düsturdan istifadə edərək asanlıqla məsələ həllərini tapa bilərsiniz. Bununla da İnsan orqanizmində 2 qan dövranının olduğunu gördük, böyük və kiçik qan dövranı. Ürəyə 8 damarın birləşdiyini gördük. Burada bunu müşahidə etdik ki, ürəyə 8 damar birləşir. Bu şəkildə də gördük ki, ürəyə 8 damar birləşdi. Bu damarlardan gördüyümüz kimi deməli 6-sı gələn damardır. Gələn damarlar yuxarı boş vena, aşağı boş vena, sağ ağciyər venaları, sol ağciyər venaları. İkisi isə çıxan damardır. Və bu çıxan damarların biri karbon qazlı qan çıxardır, gördüyümüz kimi ağciyər, amma aorta oksigenli qan çıxarır. Gələn damarlardan 4-ü ağciyər venaları ürəyə oksigenli qan gətirir, amma yuxarı boş vena ilə aşağı boş vena karbon qazlı qan gətirir. Bunun da səbəbi odur ki, qan gəlib ağciyərlərə gedib, orada alveollarda kapilyarlara daxil olaraq alveollara şaxələnir. Bilirsiniz ki, alveolların divarı da bir qatla epitelidir, kapilyarın divarı da bir qatla epitelidir. Ona görə burada difuziya nəticəsində qan oksigenlə zənginləşərək venalara yığılır və nəhayət qayıdır hara? Ürəyə. Bununla da kiçik qan dövranı tamamlanmış oldu. Bu qan damar sistemi haqqındaydı. Kiçik də olsa sizə məlumat vermək istədim. Sizin üçün maraqlı olsa şərhlər bölməsinə yazarsınız. İfrazat sistemini də bu şəkildə daha aydın, daha sadə dildə izah etməyə çalışaram.